Bunu İmam Hüseyin əleyhissalam deyir ha. Şəhidlər sərvəri. Şəhid olanda, canı bədənindən çıxanda deyirdi ki, ilahi, mən bir şeylə eləyə bilmədim sənin üçün. Bu qədər qurban verəndən sonra İmam Hüseyin qürurla dünyadan köçmədi ki, ilahi, mən hər şeyimi verdim. Dedi ki, mənim bacardığım bu idi, heç nə eləyə bilmədim. İmam Hüseyin eləyən budur, başının bədənindən ayrılması deyil. Nə qədər adamın başını kəsiblər? Niyə 1400 ildən sonra adamlar yığışıb, gəlir, oturur? Bunun hikmətini bir dəfə mən keçən illərdə də demişəm. Bir dəfə məndən bir nəfər müsahibə alırdı, bir müxbir, jurnalist dedi ki, niyə bu cəmaat yığışır? Dedim, vallahi, mən də sizdən soruşuram. Mən dəvət eləməmişəm ki. Cəmaat yığışır, biz gəlib danışırıq. Biz çağırmırıq. Cəmaat yığışır, bizim boynumuza vəzifə gəlir, gələk danışaq. Vallahi belədir. Heç bir təbliğatla yığışmır. Tarix boyu əks təbliğat olub həmişə. Tarix boyu xilafət dövründə qadağalar olub, öldürüblər, asıblar, kəsiblər. Sovet dövrünü biz görmüşük. Yenə də görsən gəlirlər. Niyə görə gəlirlər? Başı kəsilib İmam Hüseyin. Nə qədər adamın başı kəsilib? Nə qədər adamın qolu kəsilib? Nə qədər adam öldürüblər? Niyə görə adamları çəkir? Bax, İmam Hüseynin bu xüsusiyyətləridir. Ki, axır nəfəsində deyir ki, ilahi, mən heç nə eləyə bilmədim sənin yolunda. Bu qədər qurbandan sonra dünyada ikinci belə aşiq yoxdur, bu qədər qurban vermək ona qismət olsun. İmam Hüseynə bu nəsib olub.